Hər kəs salamlayıram. Bax, marketə gedirsən, hər hansı bir produkt alırsan, əşya götürürsən, verirsən satıcıya ki, bunu paketə qoy, barmağını vurur dilinə, paketi açır. Başa düşdün, nəmliyə görə eləyirsən. Biz indi hansı dövrdə yaşayırıq, ay əzizlərim? Bir Hindistanda yaşamırıq və yaxud Afrikada yaşamırıq. Sivil ölkədə də bir nəm parça götür, əlinin altına qoy da. Sən birincisi özün üçün bu gigiyenik baxımından təhlükəlidir. Gör nə qədər sən 10 dənə, 1000, 100 dənə paket açmaq üçün gərək sən 100 dəfə barmağını dilvə vurasan. Bəlkə sənin öz xəbərin də yoxdur. Səndə elə xəstəlik olar, kiməsə keçici olar. Bəzilərini irad bildirirsən, deyir xoşun gəlmir özün açqına. Təbii ki, xoşum gəlmir. Niyə də açmaram da? At deyil, dəvə deyil. İndi bu yaxınlarda da bir xanımdır. O almanın üzərinə, üzr istəyirəm, tüpürür, əskinə silir. Rəylərə oxuyuram, yazıblar ki, hüquq mühafizə orqanları hara baxar. Bu hara baxmalıdır? Bu insan gərək öz qabında olsun, öz sovisində olsun. Bu nə dərəcədə düzgündür? Özdə paketlər də bilirsiniz ki, uşaqlar çox oynayır onlarla, şişirdir və s. Bu ağız suyu da elə bir xəstəlikdir ki, bu keçəndən sonra lap maska da taxkinə, lap üzr istəyirəm, kilo ilə dərman da içkinə heç nə kömək eləməyəcək. Bu da hopub canına və salam. Ona görə biz özümüz birinci öz üzərimizdə neysə bir düzəliş eləməliyik və salam. Yenə deyirəm ki, yəni bir nəm əskidir. Yəni əlinin altına qoy və salam. Böyük bir marketlərdə yoxdur, amma indi ekstremal balaca market olur, girib neysə alırsan. Yenə deyirəm ki, hamıya təklikdə demək olmur. Sadəcə indi bəlkə bunu görərlər, neysə bir dəyişiklik olar da. Belə də olmaz axı. Birbaşa deyirəm ki, sənin özünə ziyandır. Olmaz belə şey. Yəni ağız suyunda olan mikrob heç nə də yoxdur. İnsana da keçəndə və salam. Onu da düzəltmək olmur. Bir daha söyləyirəm, çalışın öz sağlamlığınızı özünüz qoruyun. Sağ olun.